Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 13 mart 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. İlk səhifəmizdə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və idarə heyətinin üzvlərini qəbul edib başlığı ilə yazı dərc edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-sində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayrevike Freyberganı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, mərkəzin idarə heyətinin üzvlərini qəbul edib. Qonaqlar ilk növbədə COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil olunması və uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar. Onlar iqlim gündəliyi və iqlim maliyyələşdirilməsi ilə əlaqədar çox vacib qərarların məhz Bakıda qəbul olunduğunu vurğuladılar. Həmçinin ilk səhifəmizdə digər səhifələrdə yer alan yazılarında başlıqları verilib. Qəzetimizin ikinci səhifəsindəki yazıların başlıqlarını isə sizə təqdim edirik. Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib. Həmçinin Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib. Daha sonra isə Milli Məclisin sədri Sahibə Qafarova Şimali Makedoniya prezidenti Gordana Silyanovska-Davkova ilə görüşüb. Daha sonra isə Sahibə Qafarova bildirib ki, Azərbaycanla Çin parlamentləri arasında səmərəli əməkdaşlıq mövcuddur. Üçüncü səhifəmizdə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı və fərmanı dərc olunub. Həmçinin bu səhifədə 12-ci Bakı Qlobal Forumu Yeni Dünya Düzəni prioritetləri ilə gündəmdədir başlıqlı yazı yer alıb. Martın 12-sində Four Seasons Oteldə Bakıda keçiriləcək 12-ci Bakı Qlobal Forumunun idarə heyətinin mətbuat konfransı təşkil olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayrevike Freyberga məlumat verilib. Forumda 400-ə yaxın iştirakçı gözlənilir və bu onların Azərbaycanı daha yaxından tanıması üçün çox gözəl fürsətdir. Azərbaycanın qaz ixracı Avrasiya məkanını da əhatə edir. Ölkəmizin təbii qazı ötən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılıb. Başlığı ilə isə 4-cü səhifəmizdə əhatəli bir yazı dərc edilib. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri eyni zamanda Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasında əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını da təmin edir. 5-ci səhifədə isə günün siyasi nəbzi tutulub. Bu səhifədə həmrəylik və qarşılıqlı etimad sayəsində güclənən iqtisadi potensial başlıqlı yazı yer alıb. Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada yüksək nüfuza sahibdir. Təşkilat getdikcə öz inkişaf səviyyəsini yüksəldir, əhatə dairəsini, əlaqələrini günbəgün artırır. Bu tərəqqinin əsasında quruma üzv ölkələrin iqtisadi potensialı, ticarət dövriyyəsi, nəqliyyat infrastrukturu, ayrı-ayrı sahələrə investisiya yatırımları və digər məsələlər dayanır. Türk dünyası ölkələrinin tarixi İpək yolu üzərində yerləşməsi onların şərqlə qərb arasında ticarət dövriyyəsinin artması deməkdir. Bu faktor isə qurumun iqtisadi məsələlərdə önəmli rola malik olmasına şərait yaradır. Türk dünyasının birliyində iqtisadi əməkdaşlıq məsələləri aparıcı istiqamətlərdən biridir. 6-cı səhifəmizdəki hadisələr kontekstində rubrikasında isə Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərini açıqlayıb başlıqlı yazı dərc edilib. Azərbaycan Respublikası Mərkəzi Bankın idarə heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində saxlanılıb. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı isə 7-ci səhifəmizdə dərc olunub ki, əhatəli tanış olmaq üçün bu yazıya baxa bilərsiniz. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı, 8-ci dövlət proqramının həyata keçirilməsinə dair tədbirlər planı isə 8-ci səhifədə dərc edilib. Qəzetimizin 9-cu səhifəsində isə dost mərkəzlərində göstərilən xidmətlərin siyahısı dərc olunub. Həmçinin bu səhifədə Şimali Makedoniya prezidentinin ölkəmizdə səfərdə olarkən gördüyü və gəzdiyi yerlər barədə məlumatlar da yerləşdirilib. 10-cu səhifəmiz isə Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr olunub. Bu rubrikada İrəvan Kişi Gimnaziyasının tarixinin tədqiqi başlıqlı yazı dərc edilib. Professor Fərrux Rüstəmovun İrəvan Kişi Gimnaziyası və onun Azərbaycanlı məzunları monoqrafiyası İrəvandakı Qəza Məktəbinin, progimnaziyanın və gimnaziyanın təşəkkülü və inkişaf tendensiyalarını dərindən öyrənmək baxımından elmi nəzər və praktik əhəmiyyəti, fundamentallığı ilə seçilən tədqiqat əsəridir. Monoqrafiyada İrəvan Gimnaziyasının təşəkkülü və inkişafı Cənubi Qafqazdakı maarifçilik hərəkatı kontekstində təhlil və tədqiq edilir. İnkişaf dinamikasının əsas istiqamətləri isə müəyyənləşdirilir. 11-ci səhifəmizdə hadisələr kontekstində rubrikasına həsr edilib. Bu rubrikada Ermənistan hərbi gərginlikdə və eskalasiyada maraqlıdır başlığı ilə maraqlı bir yazı dərc olunub. Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə qapalı iclas keçirib. Hökumət üzvləri və Hakim Mülki Müqavilə Partiyasının nümayəndələri də orada olub. Rəsmi açıqlamaya görə
üzrə toplantıda Azərbaycanla sülh prosesini müzakirə etdirilib və Nikol Paşinyan sülh prosesinin nəticə vermədiyini bəyan edib. O deyib ki, Bakı nə iddialardan, nə də dəhliz tələbindən əl çəkir. Razılaşmasaq müharibə qaçılmaz olacaq. O sonra bildirib ki, ictimaiyyəti bu barədə fəal şəkildə məlumatlandırmaq lazımdır. Qəzetimizin 12-ci səhifəsində isə Türkiyədən xəbər var. Bu hissədə bildirilir ki, Bayraktar Akıncı 100.000 uçuş saatını uğurla başa vurub. Milli İTİHA aviasiya tarixində ilk dəfə uçuşlarda iştirak edib. Dünya aviasiya tarixində bir ilk olan 24 aprel 2023-cü ildə Çorluda keçirilən sınaqda Bayraktar Akıncı və Bayraktar Qızıl Elma tərəfindən ilk dəfə həyata keçirilən yaxın məsafəli uçuşun ardından Teknofest 2023-də yeni bir ilk imza atılıb. 13-cü səhifəmizdəki günün siyasi nəbzi rubrikasında isə Fransa vasitəçiliyə nənəvi alətə çevirib başlığı ilə yazı yer alıb. Fransanın Müdafiə naziri Sebastian Lecornu açıqlama verib ki, ölkəsi Ukraynanın tərk silah edilməsini rədd edəcək. Hərbi məktəbdə Paris Müdafiə və Strategiya forumunda çıxış edən nazirin sözlərinə görə dünya yeni dövrə qədəm qoyub. Təhlükəsizlik zəmanətinin Ukrayna ordusunun olması prinsipi ilə hərəkət etmək lazımdır. Buna görə də Fransa Ukraynanın istənilən tərk silah edilməsi təklifini rədd edəcək. Həmçinin bu səhifədə qoca qitə istiliyi odlar diyarı Azərbaycandan alır, daha sonra isə Ermənistanla regional nüvə təhlükəsi başlıqları ilə yazılar dərc edilib. 14-cü səhifəmiz isə bütövlükdə mədəniyyət rubrikasına həsr olunub. Bu rubrikamızda milli kinomuzda qadın baş qəhrəmanlar niyə yoxdur sualının cavabı verilib. İlk Azərbaycanlı rejissorlardan biri olan Abbas Mirzə Şərifzadə 1925-ci ildə çəkdiyi Bismillah filmində birinci dəfə qadın problemlərini geniş şəkildə təqdim etməyə çalışıb. Əsas personajlardan biri olan Zeynəb təcavüzə məruz qalır, təhqir olunur. Sonda bolşeviklərin mübarizəsinə qoşulur. Lakin onun taleyi filmdə törəmə xətt kimi özünə yer alır. 1928-ci ildə isə Leo Murun lentə aldığı Yılan qızı filmində müəllif hüquqları pozulan evdar qadın Səkinənin inqilabçı kommunistə çevrilməsi prosesini göstərmək istəmişdir. Qəzetimizin 15-ci səhifəsində isə Dünya Bugün xəbərlər rubrikasında son 24 saatin maraqlı məlumatlar dərc edilib. O cümlədən bu səhifədə dərc olunan yazıların da başlıqlarını sizə təqdim edirik. Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb və Şanlı Vətən Oğulları kitabının təqdimatı olub. Naftalanda iftar süfrəsi, İstanbul bir həftə ərzində səhra tozuna bürünəcək, son olaraqsa Tərtərdə qan vermə aksiyası. Son səhifəmizdə isə Maraq Dünyamız rubrikası yerləşdirilib. Bu rubrikada Beethovenin ölüm səbəbi tapıla bilər. Onlar dəniz suyu da içə bilirmişlər. Ölüm vadisində göl aşkarlanıb. Capgras sindromu nədir başlıqları ilə məlumatlar yer alıb. Beləliklə son səhifəmiz həm də hava haqqında məlumatla yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.